Peyğəmbər dedi ki, kim 3 qızı tərbiyə eləsə cənnət ona vacibdir. Biri dedi birdən 2 qızı olsa, dedi ona da vacibdir. Biri dedi birdən 1 qızı olsa, dedi ona da vacibdir. Əsas odur ki, cəmiyyətdə qız tərbiyə eləyib cəmiyyətə təhvil verəsən, ana təhvil verəsən. Peyğəmbər buyurur, hər kim öz qızını sevindirsə, hər hansı ata öz qızını sevindirsə, elə bir dənə əsir azad eləyib əsirlikdən. Özdə hansı əsir? İsmail Peyğəmbərin övladlarından. Bunu bilsin nə deyil? Yəni bir şərafətli adamı əsirlikdən azad eləmiş kimidir. Öz doğma qızına hədiyyə alıb verib onu sevindir. Hansısa şəkildə sevindiribsə. Hədisdə var, kim oğlunu sevindirərsə, oğlu sevinər, gözü işıqlanar, ata elə bil Allah qorxusundan ağlayanların savabına çatır. Allah qorxusundan ağlayanın savabı qədər savabı var, oğlunu şad eləyən adamı.